Sabahınız xeyir olsun. 29 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 41-ci və Zülqədə ayının 12-ci günüdür. Aprel ayının sonuncu həftəsinin sonuncu 3-cü çərşənbə günüdür. Və bu gündə də kimlər işləri arxasınca gedirlər, kimlər işləri ilə məşğuldurlar, ofislərində, iş yerlərində. Eləcə də evlərində ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə ilk növbədə can sağlıqlarını qorumağa. Eləcə də bütün işlərində avandlıq arzulayıram. Gözəl, bol, bərəkətli, ruzili, xoş xəbərli gün keçirməyimizi arzulayıram. Bununla yanaşı 29 aprel günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri hər birinə can sağlığı, zehin açıqlığı, iş abadlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə, arzulara çataraq həm Azərbaycan Respublikasına, həm bütün dünya üçün isə əhəmiyyətli, faydalı kadrlar olaraq yetişmələrini arzu edirəm. 29 aprel günündə kimlərin ki rəhmətə gedən var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 29 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskərlərimizi, Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. 29 aprel günündə kimlər ad günü, şad günü, xoş gününü qeyd edirlər. Onların hər birini bu münasibətlə təbrik edirəm. 29 aprel günündə də tarixi günlər vardı. 29 aprel 1832-ci ildə Everest Qaula həbsdən çıxdığı gündür. 29 aprel 1945-ci ildə 2-ci Dünya Müharibəsində Sovet tankları Berlinə daxil olduqları gündür. 29 aprel 1945-ci ildə 2-ci Dünya Müharibəsində Niderlandlıların Manna əməliyyatı başladığı gündür. 29 aprel 1955-ci ildə Cənubi Vyetnamda vətəndaş müharibəsi başladığı gündür. 29 aprel 1984-cü ildən isə beynəlxalq rəqs günü qeyd edilməyə başladığı gündür. Bütün ölkələrdə rəqslər olduğu kimi Azərbaycan Respublikasında da çox gözəl rəqslərimiz var və bütün rəqslərlə dünya üzrə məşğul olan, eləcə də Azərbaycanda da Azərbaycan xalq rəqsləri ilə, eləcə digər rəqslərlə məşğul olanların hər birini bu peşə günü münasibəti ilə təbrik edirəm. Hər birinə can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Və layiqincə Azərbaycan Respublikasını həm ölkə daxilində, həm ölkə xaricində bizim təmsil edənlərimiz var. Azərbaycan bayrağını yüksəyə qaldırıb dalğalandırılan rəqqaslarımız var, rəqqasilərimiz var və onlara can sağlığı, iş abadlığı arzu edirəm və rəqs gözəl bir deməli insanı rahatlaşdıran bir vasitədir və hər zaman rəqslərimizi dinləyək və rəqslərimizə qarşı biganə qalmayaq, onları qoruyaq və gənc nəslə də ötürə bilək. Bununla yanaşı isə rəqs deyirlər ki, ruhun hansı nəğməni çalırsa, həyat sənə o rəqsi etməyə göndərir. Və ona görə də elə də ki, həm də ruhumuz yaxşı olsun ki, həyatda da gözəl rəqslər etməyi məcazi də, həqiqi də bacarmış olar. Və beynəlxalq rəqs günümüz hər birimiz üçün mübarək olsun, bütün dünya üçün mübarək olsun deyirəm. Bununla yanaşı 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası ilə Cənubi Afrika arasında deməli diplomatik əlaqələr qurulduğu gündür və eləcə də 29 aprel 1978-ci ildə Danimarkada ölüm cəzası ləğv edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.